dünyanın bir neçə ölkəsi var ki, ora qanayan yaradır. Və təəssüf ki, bu ölkələrin əksəriyyəti, qanayan yaraların əksəriyyəti müsəlman dövlətləridir. Və SSR dövründən Rusiya, əsasən də müsəlman xalqlarının beyninə, elə öz rusların da beyninə, yəni o çirkablarını yaymaqdan hər şeydə Amerika günahkardır. Nə var? Amerika eləyir. Masonlar eləyir. Soruşsan o adamdan ki, qardaş, mason kimdir? Mən nə bilim, şeytan dünya, onlar eləyir hamısını. Hamısını onlar eləyir. Bax, bu beyni, bu çirklənmiş savok deyirlər ruslar, Sovet beyni, indi də ətrafdakı problemlərin əsas səbəbidir. Və biz o beyindən, bax deyirdim, o problem uzaqlardadır, bəlkə axtaraq, haradadır. Beyin elə beynin içindədir o problem, bax özümüzdədir. Və biz o problemi sağaltmaqla burada həkimliklə məşğuluq, press-klub daxı bura. Amma artıq siyasi xadimlərimiz də, diplomatlarımız da bununla məşğuldurlar. Amma beyni çevirmək üçün hələ böyük mücadilə və böyük inqilab lazımdır. İnqilab beyinlərdə olur, əziz dostlar. Baxın, Suriya onlardan biriydi, o ölkələrdən biriydi. İraq o ölkələrdən biriydi. Hamı İraqda olan baş verənlərin heç yüzü Amerikanı. İndi mən bütün səbəbləri və gerçəkləri açacağım. Bura press-klubdur, əziz dostlar, və burada həqiqətlər söylənilir. Suriyada nə baş verirdi? Orada Bəşər Əsədi Rusiyandan əvvəl onun dədəsini otuzdurmuşdu orada. Orada Sünni, Şiyə, Alevi, Sosialist, qırğın gelir orada İsraillə davaya salır. O İsrailin üzərinə SSR-i silahlandırıb həm Yordaniyanı, bütün ərəb ölkələrini, həm Misiri, hamısını silahlandırmışdı. Hamısını oturub burada, Moskvada. Dünyanın 1/3 əlindədir, bütün sərvətləri əlindədir. Tuvalet yox, isti su yox, metal dişlə yaşayırlar, dezodorant yox, adikalon yox, nə bilim, qadın ətirlərini Fransadan alacaqlar, qadınların geyməyə kapron corabları yox, ev yox, eşik yox, hamı yanıblar növbəyə, kalpasya deyə, indi də kalpasyanı tərifləyirlər. Bugün də gedib orada Suriyanı silahlandırıb, Misiri silahlandırıb, Yordaniyanı silahlandırıb, o İraqı silahlandırıb, salıb İsrailin üzərinə ki, mən orada kapitalizmə qalib gələcəm. Sosializm və kapitalizm. Sosializm güya yaxşıdır, insanlar üçündür, çürüməkdə olan kapitalizm, hamısının günahkarı odur və bütün dünyanı, bax, bu qan içində, bu Moskvadır boyu yəni. Sözdürmü? Xeyr, mən indi videolarla və tarixi faktlarla bunu sizə ispat edəcəm və beynimizdəki həmən inqilabı, mən sağalmanı əl-ələ verib, ancaq bir yerdə biz dəyişə bilərik. Və bu önəmlidir, həyati vacibdir. Əgər biz onu dəyişə bilməsək, bizim sonumuz çox faciəvi olacaq. Çox faciəvi. Heç bir zəfər, heç bir bugünkü böyle uğurlar falanlar beynimizdəki o saboku çıxarda bilməsək, bizim gələn kimi adam qoydusun orada sabok rüşvət alacaq, korrupsiyada uğrayacaq onu. Baxın, onlardan biri Suriye idi. Doğru mu? Suriye. Qan içində batan bir ölkə. Və orada terror, IŞİD, bilmirəm, Cəbrlər Nusra, Əbil-Əşram da durun, lənətli Amerikaya qarşı bunlar vuruşurlar filan, Amerikada onlarla vuruşur ki, onlara bəlkə bir azadlıq gətirdik. Türkiye oradan yerli qüvvələrlə əl-ələ verib, o azadlıq istəyən yerli qüvvələrlə əl-ələ verib, oradan Rusu qovur, Suriyadan. Rusu qovur. Bəşər Əsəd tullanır, gedir, oturur Putinin qucağında. Oturub mu orada, heç bilinmir, ölüb, qalıb, haradasa. Axırı yoxdur da, haradasa yoxa çıxır belə. Və Suriya Rusiyadan can qutarır. Rusiyanın bazaları mühasirədədir. O bazalar artıq orada yoxdur. Onu pul verib saxlamalıdır, Rusiyanın pulu yoxdur. Ukraynada batır. Və nə baş verir? Suriyanın başına gələn adam, o aşağı, dünyada kimi Colani idi. Çünki Colan yüksəklikləri İsrailin əlində olduğuna görə adam öz soyadını Colan yüksəkliklərini əsirləyib ki, onu geri almayınca və Amerika onun başına 10 milyon dollar qiymət qoyur. Necə indi bax, Manduranın başına qoymuyublar, Venezuela böyüyün başına. Yəni belə də teröristlərin başına, Ben Laden'in başına qoymamışlar. Onun da başına 10 milyon pul qoyur ki, bu terörist diye. Bunu öldürmək, bunu tutmaq lazımdır. Çünki dünyanın canını, o ölkənin canını ondan qurtarmaq lazımdır. O da IŞİD'in əsas liderlərindən biri idi həmən o aşağı. İndi kravatı boynunda, yəni qalsuku boynunda, gözəl qara belə əlbisədə, yəni kostyumda. Gedir Amerikaya və Amerikada Trump'la görüşür. Alıb başına 10 milyon qoymuşdular. Suriya xalqı da, bax necə Ermənistan xalqı başa düşür ki, aranı qatan Rusiyadır. Və bizlə yaxşı yaşamalısan ki, Türkiyə ilə də, bizlə də, aşağıda da Təbrizdir orada, yuxarıda da Borçalıdır, Marnalı falan orada da. Türklərin içindəsən də, sən də bizlə
normal yaşamalısın ki biz sənə burada yaşamağa icazə verək və yaxşı da varlı yaşayacaqsan, yollar gəlib keçsin buradayız. Erməni başa düşür indi. Ərəb də, o müsəlman da başa düşür ki, hamısını eləyən Rusiyada, Amerika deyil. Biz Amerika ilə yaxşı münasibət, onda sanksiya üzərimizə. Sanksiya qoyan ölkə bir dənə Amerikada, dünyada, onun sanksiyaları. Qalan kim sanksiya qoyub? Nə Mongolistan, nə Rusiya, nə Fransa, nə də ki, Avstraliya heç sanksiya qoya bilməz. Onların elə bir qüdrəti yoxdur. Ən qüdrətli ölkə Amerikadır. Və anlayır ki, onunla yaxşı olmalıyıq ki, təbii ki, Türkiyənin siyasi belə egidası altında anlayır onu və başlayır Amerika ilə yaxınlıq eləmə. Trump da deyir, nə olar ki, gəl, oturaq söhbət eləyək, sənlə sanksiyanı da dünən bir adikalon da bağışlayıb ona. O dövlət yəni özünə gəlsin də, Suriya xalqı da normal yaşasın və orada İsraillə də sülh müqaviləsində qol çəkilsin. Baxın, burada sülh müqaviləsində qol çəkilir. Ermənilərin Azərbaycan arasında Rusiyanın əli pəncəsi buradan çəkilir. Erməni də başa düşür. Bizim taxtabaş elə başa düşmür. Mən bundan taxtabaşlar üçün danışmıram ki, hamımız üçün danışıram. Taxtabaşların bəziləri, nə olsun ki taxtadır, orada bəzən görsən hansısa belə gözəl nur dənəsi düşəndə, o da bəzən taxtada görsən çiçəklənir, oradan da bəlkə bir gözəl. Ola bilər ki, gəl qoyun taxtabaşları da buradan biz dediklərimizi şamil eləyək, bəlkə anladılar, bəlkə. Yəni Ermənistan başa düşür, Azərbaycan diplomatiyası, siyasəti ümumiyyətlə Turan və Türk dövlətləri siyasətinin yeridir. Azərbaycan diplomatiyası və siyasəti və dövlət başçısı Turan və Türk dövlətləri siyasətinin yeridir. Bunu mən fəxrlə və qürurla deyirəm. Türkiyə dövlət başçısı da, Qazaxıstanda, Özbəkistanda, Qırğızistan, Türkmənistan da bu siyasətə qoşulurlar. Onlar da Turan və Türk dövlətləri siyasətini yeridirlər. Erməni hər şeyə başa düşür. Amerika artıq Türkistan dövlətləri ilə Tacikistan içində olmaqla, Tacikistan da bizim dostumuzdur, o da özbəyə Türkistan dövlətidir. Tacikistanın əhalisinin yarısından çoxu özbəkdir. Amma Tacik də bizim qardaşımızdır, nə olsun Türkçə danışmır ki. Hamısını yığır Trump da başına, Amerika onlarla da dostlaşır. Yəni qayıdır, yox, bəzi yerlər heç olmadığı yerlərə gəlir. Ora həmişə Rusiyanın votçinası olub o, Türkistan. Almışdı Qazaxı, birini Çurka, birini Çurban, birini bilməm Qırğız. Tam Uska Qlazı, Əlilad qoyub hamısını əzib oturmuşdu orada. Film çəkirdi bu, özdə bizim həm yerlimiz yazıb, onu Beli Pustinya, Beli Solntsov Pustinya. Orada Petruxa, 9 qramma serce, axmaq, mahnılarını oxuyur. Bu romantik aradı. Burada da taxta başa deyir, nə yaxşıdır, Petruxa yaxşı oğlandır. Pis ki, oğlan kimdir? Abdullah. Basmaç diyor. Yeridib bunun beyinə. Vətən uğruna vuruşur. Öz arvadlarını alırlar əlindən, vətənin alırlar əlindən. Petruxa yaxşı oğlan olur. Həm taxtabaş anlamaz ki. Və o taxtabaşlar indi az deyirlər. Və bu işimiz çox önəmlidir, əziz dostlar. Siz like şərəsi tıklayın ki, daha çox insan bizə işitir. Mən bu gün videoları göstərəcəm ki, çox önəmli bir məqamdır. Və indi sizə göstərirəm ki, həmən o Suriyanın dövlət başçısı Amerika generalı ilə, hansı ki Amerika generalı və admiralı, adlarını da sizə deyim bu dəqiqə, Kevin Lampert və Brett Cooper. Biri generaldır, məsəl üçün Kevin Lampert generaldır, Brett Cooper isə admiraldır. Həmən onlar yaxın şərqdə orada bütün o teröristləri öldürməklə məşğul olan Amerika generallardır və birinci düşmənləri də həmən o Jolanik, keçmiş Jolanik aşarı olub. İndi nə edirlər onlar? Baxın, bir-biri ilə basketbol oynayırlar. Bax, Amerika budur. Amerika. NBA və basketbol. Baxın bir daha bu video zəhmət olmasın. Baxın, bax, aşağı. Qəşəng. Yaxşı da atır maşallah. Görünür, Amerikada uşaq, elə bu uşaqlıqda Amerikada böyüyüb, universitetdə falan böyüyüb. Hamısını atır bu. Bu da Amerika, görürsünüz, gözəl general və admiral. Nə yaxşıdır, hə? Nə gözəldir. Yoxsa dini qışqırıqlar eləyib adam öldürmək yaxşıdır. Hə? Baş kəsmək yaxşıdır. Bəlkə o yaxşıdır. Bəlkə 1500 il bundan əvvəl baş verənləri ortalığa gətirib, aranı qatıb kim? Rusiya. Rusiya. Sosializm orada ideyaları yayıb, güya ki, bura Karl Marx anlayacaqlar. Müsəlmanların başını qatıb İsrailin üzərinə, İsrail, onu bir devə çevirib, orada qan salmaq yaxşıdır. Yoxsa belə yaxşıdır. Hə? Və Suriyada varlanacaq, belə getsə. Suriyada sanksiya üzərindən götürüləcək, investisiya gələcək ora, İsrail ilə dostlaşacaq. İndi sual çıxır ortalığa. Əgər Suriya İsrail ilə dostlaşırsa, baxın, əsas düşmən dövlət budur. İsrailin ərəfində, o idi daha doğrusu. Çünki bu adam İsrailə qarşı bütün həyatını əsir eləyib də, indi olub Amerikanist. Düzdür? Yəni, nə qədər Yahudi öldürsə, bir o qədər onun cənnəti düşəcəkdi, hələ fikirləşirdi. İndi anlayıb da, düzdür, Türkiyədə anladılar onu, amma anlayıb da, sağ olsun da.
Rusların yaxşı atılan misalları var. Ruki postu Çemnika qıza var. Atılan misalları pis deyil bəs deyim. O xalqın atılan misalları var. Bax burada nə baş verir? Əgər Misir İsraillə bu gün yaxşı münasibətdədir. Bir dənə o Qəzzədən adam buraxmır öz ölkəsində. Öz müsəlmanına kömək eləmir orada. Çünki bilir onlar kimdirlər. Açıq danışmaq lazımdır. Buraxmır da, qoymur. Kəsib aranı, deyib orada ölsələr də buraxmayacaq. Misir əgərlə İsraillə dostlaşırsa, İordaniya İsraillə dostlaşırsa ki, dostlaşır. Vaxtilə o Qəzzədən ora Fələstinlilər qaçdılar. Fələstin başqa bir bölgəsindən də ora qaçdılar. Az qalmışlar kralı yıxsınlar. Orada elə bir cəhənnəm şeydə daha İordaniya bir nəfər də. Bir sözdə Trump dedi ki, onlar oradan köçürüləcək falan. Misir də İordaniya dedi ki, qardaş, gəl bizdən dostlaşaq, oturaq söhbət eləyək. Nə istəyirsən sən alıver eləyək, bizə pul verək, pul alaq. Bir nəfər də bura gəlməsin. Sağ ol, elə qalsın elə orada. Deməli, nəsə var ki, bu belədir də. Yaxşı, bu bütün ərəb dövlətləri, İordaniya, indi bu gün də Suriya, açıq-aşkar, həmən bu iş ora gedirdi, İsraillə sülh müqaviləsini qol çəkməyə gedirdi. İsrail aldığı yerlərdən çəkiləcək dala, Suriyanın ərazisindən, Suriya da öz ərazisindən götürüb, ora az ordu yığacaq ki, daha biz birimizə tərs baxmayaq. Sonra da yavaş-yavaş alverləyib dostlaşacaqlar. Niyə? Amerika gəlir. Fakt, argument, bəli. Bundan əvvəl Rusiya idi orada, bazıları qan tökülürdü, bir-birini qırırdılar. 140 min ancaq meyit tapıblar ya bunlar. 140 min Suriyalı öldürüblər. Orada Rusla bir yerdə Bəşər Əsəd. Bombalayıb o Hələbdə filan da. Öldürüblər. Qoyun qalsın siz o video. Qoyun bax insanların beyninə həkk olunsun. Azad bəy. Elə o özü bax görüntü qoy insanların beyninə həkk olunsun. Çünki baxın, görün nə gözəldir. Bax görsən ağaclığın içində qəşəng basketbol oynayırlar. Amerikan generalı və admiralı və keçmiş terrorist. Keçmiş belə yadından çıxıb nə idi o adı o təşkilatın? Arada İgilin işinin içində də vuruşub bu. O İslam dövləti adı ilə bütün dünyaya qan tökürlər. Bu onların əsas liderlərindən biri idi bu. Və əgər ərəb dövlətləri İsraillə dostlaşırlarsa, İran nə Hizbullah, nə Hamas, nə Husi də yadına düşmür. Tehranda su yoxdur. İndi gələcəm o məsələyə. Su haindadıbsa, İran öz başında haindadırsa. Nə düşüb başqa ölkələrin adını çəkməyəcəm ki, biz İsraillə və Amerika ilə belə kəlləyə gəlsin. Nə düşüb ki? Nədir səbəb? O da ərəbin özünün gözünün qabağında bütün ərəb dövlətlərində Saudiyyə Ərəbistanı və indi İbrahim sazişi fikirləşirlər. Nə gözəl sazişdir. Nə üçün onun əleyhinədirlər görəsən İranda? Nə üçün əleyhinədirlər onun bilmirəm. Hələ ki, hansı ölkə qalıb? Husilər də dünən gəldilər, Hamasa dedilər ki, qardaş, daha biz heç bir gəmi falan vurmayacaq. Sənə də kömək eləyə bilmirik. Çünki İrandan yan pul gəlir, ona görə pul kəsilir də, pul kəsildi, qutardı. Bu ancaq Rusiyadan gələn, İrandan gələn pula bağlı bu şeylər, bu terroristlər filanlar. Ona görə Hamas öz başına çağrı qıl, Trump da deyir, çağrı marı yoxdur, çıx oradan qutardı getdi. Ordu gələcək, Azərbaycanın ordusu da gələcək ora. Türkiyənin də ordusu gələcək ora. Digər ölkələrdə gəlib orada sakitlik, doğrusu sülh məramlar gələcək. Yalancı da Rus məramlar kimi deyil. İş gedir. Niyə İbrahim sazişinin əleyhinəsiz? İndi Qazaxıstanın əleyhinə hürürlər, bilirsiniz necə? Qazaxıstan, bax Türkiyə ilə deyirdin, getdi qoşuldu, İsrailin böyrünə, ay kişi, o qardaşlıq və dostluq sazişidir. Yəni hamımız İbrahimin nəvəsisiz də. Belə çıxır ki, hamımız İbrahimin nəvəsiyi belə qəbul edirlər. Amma əsasən Samilər də, yəni ərəblərdir, belə İsrail, Yahudi də. Bu da deyir mənim babam İbrahimdir, bu da deyir mənim babam İbrahimdir. Mən niyə qırırsınız bir-birinizi? Amerika onu deyir də. Bir də türklərə bax, Turan yaradırlar. Hamısı deyir, bizim babamız Bilgə Xaqandır. Bizim babamız İbrahim deyir ki. Heç o birisi də deyir. Bizim babamız Bilgə Xaqandır. Metedir. Düzdür? Yiğit kişilərdir və biz görürsünüz dostluq eləyirik. Siz də Turan kimi də biz gəlin bir həmən Turandır da o İbrahim sazişi. Nədir ki, təzə bir şeydir? Yox. Oturun bir yerdə qohumsunuz da siz gəlin dostlaşaq. Kimsə qoşulmaq istəyirsə bu birliyə o da gəlsin. Nədir? Nəyi pisdir ki bunun? Kimin qarnı ağrıyır? Nə sancıdır? Neynəsinlər? Ancaq qan tökülsün orada. Moskva sifariş verib deyən, taxta baş.